davam edir. Ermənistan tərəfi cəbhə xəttində təxribatları davam etdirir. Qarşı tərəf işğal altındakı ərazilərdə yenidən yanğın törədib. Təmas xəttini keçən alov yaşayış məntəqələrinə yaxınlaşıb, alov cəbhəyanı kəndlərin qəbirstanlığına keçib. Hazırda Qarabağ büromuzdan Ramil İbrahimov bizimlə birbaşa bağlantıdadır. Ən son məlumatları ondan alacağıq. Erməni silahlı birləşmələri cəbhə xəttində yenidən təxribatlar törətməyə davam edir. Qarşı tərəf bu dəfə Ağdamın işğal altındakı ərazilərində yanğınlar törədib və havanın küləkli olması nəticəsində ötən gündən etibarən başlayan yanğın daha geniş miqyas alıb və Azərbaycanın nəzarətində olan hissəyə də keçib. Belə ki, Ağdamın təmas xəttində yerləşən Mirəşelli kənd qəbirstanlığı da alov içində qalıb. Gecə saatlarından etibarən aidiyyatı qurumlar və kənd sakinləri alovun söndürülməsi üçün burada çalışıb. Alov gecə saatlarında neytrallaşdırılıb. Səhərə yaxın isə alov tamamilə söndürülüb. Onu da qeyd edim ki, kənd sakinləri bildirirlər ki, yanğın baş verən ərazidə, yəni minalanmış sahədə bir neçə dəfə partlayış səsləri dəyişdirib. Qeyd edim ki, yanğın nəticəsində xəsarət alan olmayıb. Ermənistan tərəfinin cəbhə xəttində yanğın törətməsi ilə bağlı ən son məlumatları Aynisin Qarabağ bürosundan Ramil İbrahimov təqdim edirdi. Avropalılar ərəfəsindəyik və heç kəsə sir deyil ki, Ermənistan tərəfi ölkəmiz üçün əlamətdar olan tarixlərdə cəbhədə xüsusi aktivlik nümayiş etdirir. Müdafiə naziri Zakir Həsənovun da açıqladığı kimi təmas xəttində baş verənlər tam nəzarət altındadır.